Hamınızı salamlayıram. Kanalıma xoş gəlmisiniz. Bugün belə bir naxışın toxunmasını istəyirəm göstərim. İki rəngdən toxunan bir naxışdır. Burada ilməkləri 2-2 yığıram. Cüt-cüt. Sapımdakı 100 qramlıq 350 metrəlik sapdır. Kim istəyir qalın sapdan toxuya bilər, kim istəyir nazik sapdan. Bundan papaq, jilet, jaket, svitr, nəyə istəsəz toxuya bilərsiniz. Uşaq üçün, böyük üçün fərq eləməz. İndi bunun rezinka hissəsini də mən belə toxumuşam. Kimin ürəyi necə istəyir, elə də toxuya bilər. İndi bunun üçün sapımı milmə qısa formada yığacağım. Sapımı belə bir sapımı götürürəm. Milimin üstünə bir neçə ilmək yığıram. İki, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20 ilmək yığmışam milmə. Mən indi burada bir sıra düz üzdən, bir sıra da tərs üzdən. Bir tərs, bir düz toxuyacağım. Birinci ilməyi toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri də yenə bir düz, bir tərs. Axıra qədər bu formada toxuyuram. Tərs üzdən də indi bir sıra toxuyuram, bir tərs, bir düz. Birinci ilməyi götürürəm, qalan ilməkləri tərs düz toxuyuram hamısını. İndi bura düz üzdür. Düz üzdən bütün ilməkləri düz toxuyuram. Kənar götürürəm, qalan ilməkləri hamısını düz toxuyuram. Kənarı da yenə tərs toxudum. Tərs üzdən yenə hamısını tərs toxuyuram.
İndi düz üzdür. Düz üzdən kənar ilməni götürürəm. Bir ilmə toxudum. Buradan 1, 2. İkinci boşluqdan bir ilmək çıxardıram. Yenə buradan 2 ilmək düz toxuyuram. Yenə buradan 1, 2. İkinci ikisinin arasından ikinci boşluqdan bir ilmək çıxardıram. 2 düz toxuyuram. Sıranı axıra qədər belə toxuyuram. 2 yenə 1, 2. İkinci boşluqdan çıxardıram. 2 düz toxuyuram. İndi tərs üzdən 2 tərsləri toxuyuram. Bu artırdığım, götürdüyüm ilməyi toxumadan yenə götürürəm. Yenə 2 tərs toxuyuram. Yenə bu götürdüyüm ilmə artırdığım onu götürürəm. Sonra 2 tərs toxuyuram. Yenə götürdüm 2 tərs. Götürdüm, yenə 2 tərs toxudum. Belə. İndi burada bu naxış 2 rəngdən olduğuna görə ikinci sapımı bağlayıram bura. Ağ sap bağlayıram. Mənim əlimdə bu rəng olduğuna görə sapı bağlayıram. Kimin ürəyi hansı sap istəyir, o sapı da götürə bilər. Kənarı götürdüm. Burada bu ilməni düz toxudum. Bu toxumadığım ilməni yenə götürürəm. 2 düz toxuyuram. Sonra bu götürdüyüm ilməni bu 2 ilmənin üstündən keçirdim. Yenə bunu götürürəm. 2 düz toxuyuram. Bu götürdüyüm ilməni bu ikisinin üstündən keçirdirəm. Yenə bu ilməni götürdüm. Boş ilməni. İkisini toxudum. Bunu təzədən bu ikisinin üstündən keçirdirəm. Burada artma, silmə olmur. Yenə götürdüm. 2 düz toxudum. Bu artırdığım ilməni ikisindən üstündən keçirdəndə ilmələrin sayı yenə əvvəlki kimi olur. Yine bunu götürdüm. 2 ilməni toxudum. Bu ilməni bunun üstündən keçirdim.
Belə bu formada bir naxış alınır. İndi tərs üzündən bütün ilməkləri hamısını tərs toxuyuram. Formada. İndi təzədən yenə ipi dəyişdirirəm. Bu sapı götürürəm, əvvəlki sapı. Yenə bu iki ilmənin altından götürdüm. 2 düz toxudum. Yenə də 1, 2. İkinci boşluqdan götürürəm. 2 düz toxuyuram. Belə formada bir naxış alınır. İndi tərs üzdən yenə bütün ilməkləri tərs toxuyuram. Bu artırdığım ilməkləri belə artırmışdım. Bunları götürürəm, yenə toxumuram. Yenə 2 tərs. Bu artırdığımı götürdüm. 2 tərs. Yenə bunu götürdüm. 2 tərs. İndi bu yüzden yenə də sapı dəyişirəm. 2 sıra bu göy sapdan mavi, 2 sıra da ağ sapdan toxuyuram. Yenə bu birinci ilməni toxuyuram. Bir düz, bu artırdığım ilməni götürürəm, 2 düz toxuyuram. Yenə bu ilməni ikisinin üstündən keçirdirəm. Bu ilməni götürdüm. 2 düz toxuyuram. Bu artırdığım ilməni bu 2 ilmənin üstündən keçirdirəm. Axıra qədər belə toxuyuram.
Axırıncını da yenə götürdüm. 2 ilmek düz toxudum. Bunu üstten keçirdim. İndi bu arxa tərəfdən hamısını tərs toxuyuram. Bu formada bir naxış alınır. İndi yenə buradan mavi sapı arasından 2 sıra toxunur. 2 sıra ağ, 2 sıradan mavi. Bu formada bir naxış alınır. Belə. Eğer hoşunuza gəldisə, abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Sağ olun, gələn videomda görüşənə qədər.